Ama gelen müşteri aşbazın yaşına bakmıyor. Bunu almış aşbaz bana götürmüşler. Sonra görünüşlü, dekorasiyalı, yaxşı yemək yapsın. Yani Türk bazarda yeməklər var. Hər yerlərimiz var. Özümüzə məxsus. Formalarla gənclər geyinəcək. Tanrılardır, daxil. Tələbələrdən meyni salat hazırlayacaq. Onların satışın qabaqlara. Hər qabına baxaraq mən onu peşə seçməyə öyrədəcəm. Sən aşbazda yarayarsan, əvvəl yaramarsan. Yəni əgər burada görsən ki, yox, onun kökündə belə yoxdur da, o alınmır. Onu qorxu peşələrliyi seçəcək. Sonra bak,